Qaradağ rayon polis idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçirilib. Bu barədə Stop Narkotik Aza Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı narkoşəbəkənin daha iki üzvü, 39 yaşlı Vitali Belenki və 44 yaşlı Miralim Əliyev saxlanılıb. Onlardan 18 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Onlar narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. Ya dedi ki, sən bir dənə getkinən Döşmətan Xocaçən yoluna və orada var, götür onu gəlginən. Malı götürmüşük, qaydan başı sonra maşını saxladılar, bizi tutdular. Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.